Salam, biz bugün sizlə 10-cu sinif ədəbiyyat proqramına daxil olan Qasım bəy Zakirin Badi Səba Mənim Dərdi Dilim adlı şeirinin təhlilinə baxırıq. Əvvəlcə məzmun xüsusiyyətlərinə baxaq, daha sonra forma xüsusiyyətlərinə baxarıq. Şeirdə məzmun xüsusiyyəti nədir, forma xüsusiyyəti nədir? Məzmun xüsusiyyəti deyəndə biz bu şeiri oxuyanda başa düşdüyümüz məzmun, yəni oradan başa düşdüyümüz məna nəzərdə tutulursa, forma xüsusiyyəti artıq onun bəndlərlə, yoxsa beytlərlə yazılması, vəzni, daha sonra qafiyə quruluşu, bədii təsvir ifadə vasitələrinin istifadə olunması ilə bağlı olan qeydlər daxil olur forma xüsusiyyətlərinə. Bu testlərdə daha çox istifadə olunan məqamlardan biridir. Bəzən testi verir ki, düzgün fikirləri seçin. Altında həm forma ilə bağlı, həm məzmunla bağlı fikirləri yazır. Bəzən də testi verir, deyir ki, məzmunla bağlı doğru fikirləri seçin. Bu tip testlərdə həmin məzmunun içərisində formanı da qarışdırırlar və bu zaman şagird imtahan həyəcanı ilə fikrindən çıxır, fikir vermir. Belə olan halda gəlir testdə səhvliklər yaranır. Ona görə də birinci məzmun xüsusiyyətinin, forma xüsusiyyətinin nə olduğunu başa düşməyimiz önəmlidir. Məzmun şeirdən başa düşəcəyimiz mənayı, yəni şeirin məzmunu, mənası nədir, onu deyir bizə məzmun. Yəni indi məzmun xüsusiyyətlərinə baxaq. Badi Səba, mənim dərdi dilimi. Badi Səba, səhər küləyi deməkdir. Və müəllif səhər küləyinə müraciətlə deyir ki, mənim dərdi dilimi, yəni mənim dərdimi sərimi, büt-i zibaya, büt-i ziba deyəndə bəzəkli ibadət olunan bir şey deməkdir. Yəni büt-i ziba, o gözəli bütə bənzədir, gözəl bütə bənzədir, sevdiyi gözəli. Ol de büt-i zibaya dedin, ol burada o deməkdir. Dedin nə dedi? Yəni səhər küləyinə müraciətlə müəllif deyir ki, mənim dərdimidir o gözəllər, yəni o gözəl bütə deyir dedin. Nə dedi? Ah naləmin asimanə yetdin, gərdəni minaya dedin nə dedi? Gərdəni mina burada boyu uzun deməkdir. Yənidir, ah naləmin sanki asimana qədər yüksəldiyinidir, həmin o boyu uzun olan gözələ dedin nə dedi? Yəni müəllif burada səhər küləyindən sevgisi haqda məlumat almağa çalışır. Düşüb ayağına, sən o zalımın, söylədinmi necəliyin halımın? Sən deyir o zalımın, baxın eyni zamanda zalım da adlandırır. Sən deyir o zalımın ayağına deyir düşüb deyir. Mənim halımın necə olduğunu ona söylədinmi? Onun həsrətindən rəngi alımın, döndüyün heyvaya dedin nə dedi? Onun deyir həsrətindən mənim rəngimin deyir saraldığını, yəni heyvaya döndüyünü dedin nə dedi? Görsəydin varmı məni bimarə, nüsxə-i hüsnündə onun bir çarə. Burada nüsxə-i hüsn deyəndə sürəti gözəl olan deməkdir. Yəni sanki necə deyərlər, sürəti gözəl, qəşəng mənasında. Yəni deyir, bimar da burada xəstə deməkdir. Deyir ki, mən görsəydin deyirsən, deyir, mən deyir bimara, yəni mən xəstəyə, o deyir sürəti gözəl olanda bir çarə var idi. Yəni varmı onun bir çarəsi? Dildə istirabə, təndə buxarə, sərimdə sevdaya dedim, nə dedi? Deyir, yəni bu deyir dilimdəkidir, istirabdır, canımdakidir bu istirabı. Sər deyəndə baş nəzərdə tutulur. Yəni başımdakı sevdaya deyir, onu deyir dedin deyir, nə dedi? Qəm əlindən pay bəstə olduğum. Burada pay bəstə ayağı bağlı deməkdir. Qəm deyir əlindən deyir ayağı bağlı olduğumu. Hal pərişan, pərişan deyəndə dağınıq, pərişan deməkdir. Yəni halımın pərişan olduğunu, dağınıq olduğunu, qarmaqarışıq olduğunu. Deyir şikəstə, şikəstə isə burada üzgün, əldən düşmüş deməkdir. Yəni deyir halımın pərişan, qarmaqarışıq olduğunu, üzgün olduğumu deyir. Və dərd əlindən, qəm əlindən ayağı bağlıdır qaldığımı. Bəstəri möhnət deyəndə qəm yatağı, dərd yatağı deməkdir. Qəm yatağında deyir xəstə olduğumu, gözləri deyir o deyir tünd gözdür. Burada şəhla tünd mavi deməkdir. Yəni göy gözlü deyir gözələ deyir dedin nə dedi? Sərasər fələyin şəms-ü mahına. Şəms burada günəşdir, mahama ay deməkdir. Tamam deyir yer üzünün qibləgahına. Yer üzünün hətta qibləgahına bənzədir. Zakirin əhvalını xublar şahına. Xub burada gözəl deməkdir. Ağlaya-ağlaya dedin nə dedi? Yəni burada deyir ki, bu yəni yer üzünün, kainatın deyir, yəni günəşinə, ayına, yer üzünün deyir qibləgahına. Zakirin deyir əhvalını gözəllər deyir şahına. Ağlaya-ağlaya dedin nə dedi? Baxın fikir verirsinizsə bu şeirdə ancaq müəllifin sualları yer alır. Yəni o sadəcə maraqlanır. Amma biz şeirdə gözəlin ona hər hansı bir cavab verdiyini, müsbət cavab verdiyini və yaxud da mənfi cavab verdiyini görə bilmirik.
Yəni ona görə testlərdə istifadə olunsa ki, gözəlin ona müsbət cavabı, nikbin cavabı var idi və yaxud da nə bilim mənfi cavabı var idi, bu artıq səhv götürülür. Çünki biz burada nə gözəlin iştirakını görmürük, nə də ondan gələn hər hansı bir cavabı görmürük. Gəlin baxaq forma xüsusiyyətlərinə. Məzmunla bağlı nələri qeyd edək? Deməli, biz burada gördük ki, məzmunda səhər küləyinə müraciəti oldu. Səhər küləyinə müraciətlə şeirimiz başladı. Şeirdə müəllifin gözəli Büt-i-Zibaya bənzətdiyini, daha sonra günəşə, aya, yer üzünün qibləgahına, gözəllər şahına bənzətdiyini gördük. Şeirdə deməli müəllifin halı pərişan halda olsa belə, şeirimizin deməli məzmununda bədbinlik yoxdur. Bu əgər desələr ki, hər hansı bir testdə olsa ki, şeirin məzmununda bədbinlik var, bədbinlik yoxdur. Ola bilər ki, burada halı pərişan daşıyır, amma bu nikbin ruhlu bir şeirdir. Yəni bədbin ruhda yazılmamışdır. Bədbinlik yoxdur yəni bu şeirdə. Çünki burada sanki o həmin sevgilisinə şad xəbər alacağına inanır. Yəni gec də olsa, vüsal ümidi burada müəllifi ruhlandırır. Ona görə biz bunu deyə bilmirik. Gəlin baxaq forma xüsusiyyətlərinə. Şeir lirik növdə yazılmışdır. Biz bilməliyik ki, lirik növ nədir? Lirik növ müəyyən bir lirik növdən danışanda biz hər hansı bir hadisəni danışmırıq. Yəni burada müəllif bizə hadisəni danışmadı. Sadəcə həmin o hadisədən alınan, onda yəni yaranan təəssüratı bizə çatdırır. Yəni lirik növ olan şeirlərdə sanki bir münasibət var. Yəni müəllifin sadəcə hiss etdiklərini, yəni bu hadisədən aldığı təəssüratı çatdırırsa, həmin əsər olur lirik növdə. Yəni şeirimiz lirik növdə, şeirlər lirik növdə yazılır. Ona görə də nə deyəcək? Şeirimiz lirik növdə yazılmışdır. Birinci qeydimiz bu. İkinci, şeir qoşma vəznində, qoşma janrında yazılmışdı. Vəzn nə idi? Qoşma janrında yazılmışdı və heca vəznində yazılmışdı. Bəs yaxşı, biz deyirik ki, heca vəzni var, bir də var əruz vəzni var. Bəs yaxşı, heca vəzni nə deməkdir? Bizim heca deyəndə nə başa düşməliyik? Heca vəzni Azərbaycan ədəbiyyatının, Azərbaycan xalqının milli şeir ölçüsü hesab olunur. Burada əsas şərt misralardakı hecaların sayıdır. Yəni, bu misrada, birinci misrada neçə heca varsa, digər misralarda da heca o sayda olmalıdır. Ola bilər ki, bəzən qulaq qafiyəsinə görə bir, iki, məsələn, saitin əskilikliyini görə bilərik, amma bu, yəni vəznin ölçüsünü dəyişmir. Yəni sayda dəyişiklik ola bilər, amma hecanın vəzni dəyişməyəcəkdir. Deməli, gəlin baxaq. Birinci misrada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Deməli, 11 heca var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Görürsünüz, 11 hecada burada. Deməli, heca vəznində olduğunu deyə bilərikmi? Bəli, şeirimiz heca vəznində yazılmışdır. Lirik növdə heca vəznindədir. Bəs yaxşı, qafiyə quruluşu nə cürdür bu şeirdə? Ümumiyyətlə, qoşmanın qafiyə quruluşunu əzbər yadda saxlamağa çalışmaq, biraz ola bilər ki, imtahan zamanı digərlərlə qarışdıra bilərsiniz. Ona görə şeirin deməli, üzərində qafiyəni tapmaq ən yaxşı yoldur. Vadi Səba, mənim dərdi dilimi. Ümumiyyətlə, şeirlərdə qafiyə quruluşunu yadda saxlamaq üçün çalışın ki, imtahana hazırlaşan abituriyentlər və yaxud da olimpiyadaya hazırlaşan şagirdlər, deməli, şeirin özündən heç olmasa 2 bəndi, başlıqla son bəndləri və yaxud da birinci bəndi, ikinci bəndi, ən azından şeirdən heç olmasa 2 bəndi əzbər yadınızda saxlamağa çalışın ki, elə vaxt olanda olur ki, bəzən olan halda siz artıq şeirin qafiyə quruluşu imtahan stresi ilə yadınızdan çıxa bilər, səhv yaza bilərsiniz, amma şeir yadınıza gələndə avtomatik həmin şeiri tez bir yerə yazıb üzərində qafiyəsini tapa bilərsiniz. Qafiyədir, bölgüdür, yəni bu tip şeylərdə şeirdən əzbər bilməkdə fayda var. Deməli, baxırıq birinciyə. Birinci hecamız mi ilə bitir, bura yazacaq A. Nə dedi? Deməli, burada son hecamızla ikinci misranın son hecası üst-üstə düşmür. Deməli, mən buraya yazmalıyım B-ni. A, B. Digərlərlə uymadığına görə bura C. Nə dedi? Təkrarlandığına görə burada olacaq B. A, B, C, B. Birinci bəndimiz oldu A, B, C, B şəklində. İkinci bəndə baxıram. Mın
və yaxud da ın. Bununla bitən heca varmı yuxarıda? Yox. Deməli, mən burada artıq yeni hərfdən istifadə edirəm. Ç eynidir. Ç, bu da artıq eynilik təşkil edir. Ç, görürsünüz, üçü də sonu ınla bitdi. Və nə dedi? Digəri ilə oxşar olduğuna görə buraya yazıram B. C-C-B şəklində qafiyələnmiş olur. Deməli, A-B-C-B, C-C-B şəklində qoşmamız qafiyələnir. Daha sonra, deməli, burada dedin, nə dedi? Burada artıq nə dedi sözü təkrarlanır və biz bildiyimiz kimi dedin nə dedi? Burada təkrarlanırsa artıq bu olacaq. Qafiyələnən sözlərdən sonra təkrar varsa, deməli bu nə olacaq? Rədif olacaq. Qafiyələnən sözlərə diqqət eləmək lazım. Baxın, dedim burada qafiyələnir, burada dedin qafiyələnir. Hətta bu dedinlərdən əvvəl zibaya minayə. Baxın, deməli nə dedi burada olacaq? Nə? Rədif. Deməli, rədif oldu. Nə dedi? Burada rədifdir. Və hətta şeirin adlandırılması da, baxın, birinci misraya görə adlandırılma vardır. Şeirimizdə biz dedik ki, müəllifin özünün xüsusi hisslərinin təsəvvürü, yəni təsviri ilə yazıldığına görə biz burada deyəcəyik ki, tərənnüm əsasında yazılıb, yəni təsvir tərənnüm edib burada. Təsvirdən çox tərənnüm var. Yəni, təsvir eləmək deyəndə nəyinsə burada xüsusiyyətlərini bizə gözəlliyinin, ay gözü belə, qaşı belə, nə bilim, bunları yazmayıb. Sadəcə ondan aldığı hissiyatı, hissləri yazdığına görə burada deyirik daha çox tərənnüm əsaslı. Yəni, təsvirdən çox tərənnüm olduğuna görə deyirik burada tərənnüm əsasında yazılmışdır. Daha sonra şeir boyu bədii təzaddan istifadə edilmişdir. Burada bədii təzaddan istifadə olunması nə deməkdir? Baxın, görürsünüz ki, şairin burada halı, yəni lirik qəhrəmanın halı kədərlidir, daha sonra yorğundur, qəm yatağındadır, dərd çəkir və onun bu halı ilə, amma hər bənddə də görürsən ki, onun gözəlliyini, onun üzə çıxardır. Yəni, sevgilisinin gözəlliyi ilə müəllifin kədəri və həyəcanı bir-biri ilə qarşılaşdırılır. Bədii təzaddır. Biz bilməliyik ki, burada bədii təzad deyəndə ancaq bir-biri ilə antonim olan sözləri tapmaq bədii təzadlığı yaratmır. Məsələn, belə bir nümunəyə nəzər salaq. Deyirik ki, İsmayıl Aşıqlının Dəli Kür əsərində, əsərin əvvəli yadınızdadırsa əgər, belə bir hissə var ki, Kür çayının axması, həmin ilin yağınlı olduğuna görə hər yerin yaşıllıq olması, sanki Kür kənarında o otların hər birinin o gözəlliyi, ağacların, çayın təsviri və sonda gəlir Zərnicarı göstərir ki, Zərnicarın deyir gözünə isə bunların heç biri görünmürdü. O deyir başını bir yerə söküyüb, yəni fikrə dalmışdı. Baxın, orada o gözəlliklərlə, yəni müsbət şeylər, amma Zərnicarın halı orada pərişan olduğuna görə, qəmli olduğuna görə bir-birindən təzadlıq təşkil edir. Bu şeirdə də həmçinin, yəni bədii təzad deyəndə sırf antonim sözlərin tapılmasına qaçmırıq. Eyni zamanda məzmunda təzadı da baxırıq ki, burada var, yoxsa yoxdur. Deməli, şeirdə təzaddan istifadə olunub. Daha sonra, burada şeirdə bayaq qeyd elədim, gözəl personaj kimi şeirdə yoxdur, iştirak eləmir. Yəni, biz onun hər hansı bir ümidverici və yaxud da ki, hər hansı bir mənfi və yaxud da müsbət cavabını biz burada görmürük. Eyni zamanda biz burada ikinci diqqət etməli olduğumuz məqam nədir? Testlərdə daha çox istifadə olunan misra budur ki, bu şeirdə aşiqlə onun sevdiyi gözəl arasında rəqib, yəni başqa biri və yaxud da əgər, yəni üçüncü bir adam yoxdur bunların arasında. Bunu da yadda saxlayırıq. Daha sonra bizim bu şeirdə qeyd eləməli olduğumuz xüsusiyyətlərdən biri də, deməli, harda qalmışdıq? Qafiyə quruluşunu biz dedik. Qafiyə quruluşundan başqa görürük ki, burada misralar gəlib, bəndlər yaradıb. Bəndlərlə 4 misradan ibarətdir. Bəndlərlə yazılmış. Deməli, şeirimizin vahidi nədir? Vahidi bənddir. Oldu mu? Bəndlərlə yazılmışdır. Mövzusu məhəbbət mövzusunda yazılır, əlbəttə ki. Və burada bölgülərdən də gəlin danışaq. Biz bilirik ki, şeirin ahəngdarlığını yaradan əsas xüsusiyyətlərdən biri də bölgünün olmağıdır. Bölgü nədir bəs? Yəni, bölgü deyəndə biz nə başa düşməliyik? Bölgü
Məsələn, biz danışan zaman müəyyən miqdarda fasilələr eləyirik və bu fasilələr bölgü adlanır. Bu həmçinin şeirdə ahəngdarlığı yaradan, gözəlliyi yaradan, yəni onun axıcı, ahəngdar eləməyinin səbəblərindən biridir. Yəni orada müəyyən qədər fasilə verdikdə artıq biz görürük ki, həmin şeirdə bölgü gəlir, meydana çıxır. Və şeirin bölgüləri ola bilər ki, bir şeirdə başdan ayağa eyni bölgü, bütün bəndlərdə eyni olsun və yaxud da ola bilər ki, bəzən bir bənddə bölgü bir cür olur, iki misrada bir cür olur, iki misrada bir cür olur. Yəni bu xüsusiyyətlər də var. Gəlin biz bu şeirdə bölgüyə baxaq. Məsələn, deyir ki, düşüb ayağına sən o zalımın. Digərini eləmirəm, çünki qarışıqdır. Düşüb ayağına sən o zalımın. 1, 2, 3, 4, 5, 6. Görürsünüz, 6 heca. 1, 2, 3, 4, 5. 5 heca burada. Deməli, baxın. Burada bizim qoşma 11 hecalıdır, düzdürmü? Bunun bölgüsü ya olacaq 6, 5 şəklində və yaxud da olacaq 4, 4, 3 şəklində. 8, 11. Bərabər tamamlanırmı 11-ə? Tamamlanır. Yəni bu cür də ola bilər və yaxud da 4, 3, 4 şəklində ola bilər. Məsələn, düşüb ayağına sən o zalımın. Söylədinmi necəliyin halımın? Baxın. 1, 2, 3, 4. Burada 4-dür. Söylədinmi necəliyin halımın? 1, 2, 3, 4. 4 oldu. Burada da 3 oldu. Onun həsrətindən rəngi alımın. 2, 4, 6. Rəngi alımın 2, 4, 6. 1, 2, 3, 4, 5, 6 niyə çıxdı? 5. Döndüyün heyvaya dedin nə dedi? Döndüyün heyvaya dedin nə dedi? Baxın, burada döndüyün nə dedi? 1 olacaq burada. Heyvaya 4 sayacaq. Burada da 2, 2. Döndüyün heyvaya dedin nə dedi? Deməli, burada biz görürük ki, qafiyə quruluşunda bölgüdə 6, 5 və 4, 4, 3 şəklində bir-biri ilə əvəzlənir. Yəni, bir bənddə artıq bu bənddə görürük ki, eyni getmir. Amma digər bəndlərdə, məsələn, bu üçüncü bənddə hamısı 6-5 şəklində davam edir. 6-5 deyəlim. Belə. Bölgüyə də dedik, misraları dedik, janr dedik, qoşma janrdadır. Qoşma janrının əsas xüsusiyyətlərindən biri də son bənddə müəllifin özünün adını qeyd eləməsi və yaxud da təxəllüsünü qeyd eləməsidir. Görürük ki, müəllif adını da qeyd eləyib. Burada dəqiq deyə bilərik ki, artıq bu qoşma janrındadır. Qafiyə quruluşunda gördük. Belə, başqa hansı mövzuya toxunmadıq? Şeirdə bədii təsir ifadə vasitələrindən istifadə olunmuşdur. İndi mən bunu necə eləyim ki, rəhlər bir-birinə qarışmasın. Bunu da götürək, çəhrayırək, bənövşəyərək götürək. Deməli, baxın, biz bu şeirdə görürük ki, nə dedi? Bədii sual var. Deməli, bədii sual varmı? Var şeirdə. Daha sonra şeirdə metonimiya varmı? Var. Məsələn, deyirik, o zalımın. Baxın, zalım ad dəyişmə elədi. Burada metonimiya var. Düşüb ayağına sən o zalımın. Söylədinmi necəliyin halımın? Baxın, rəngi alım deyəndə, yəni rəngimin saraldığını, yəni dəyişmir. Baxın, burada təşbehdə gəlib rast gələ bilirik biz şeirdə. Daha sonra şeirdə deyir ki, qəm əlindən pay bəsdir, qəm əlindən ayağı bağlı olduğum. Burada mübaliğə var və yaxud da ahu naləm asimanə getdiyim. Bax, burada da mübaliğədən istifadə olunmuşdur. Yəni şişirdir. Mübaliğə nədir? Nəyisə şişirdirməsidir. Yəni orada şişirdir müəllif ki, qəmim asimanə qədər getir. Və yaxud da gözləri şəhlay deyəndə burada təşbihdən istifadə olunmuşdur. Belə. Yəni burada lazımi olan məqamların biz düşünürəm ki, qeydlərinə baxdıq. Daha çox qeyd üçün, daha çox məlumat üçün səhifəni izləyin, izahlara diqqətlə qulaq asın, qeydlərinizi götürün və bundan əlavə onlayn dərslərimə qoşula bilərsiniz. Onlayn dərslərim 4-5 nəfərlik qruplar şəklində təşkil olunur. Fərdi şəkildə də təşkil olunan dərslərimiz var. Filolog 2017 Instagram hesabıma daxil olaraq onun direkt bölməsindən əlaqə saxlaya bilərsiniz və dərslərə qoşula bilərsiniz. Ümid edirəm faydalı oldu. Bəyənməyi və paylaşmağı, abunə olmağı unutmayın.